Türkiye'ye, Türk milletine söylemek istediğin bir şey var mı üstadım? Elbette. Benim yüreğim hemşe Türk dünyasına dönür. Başka cümle olmaz. Hemşe bağlıya. Şart o da 2 günde giderim. Aydan bir giderim. Yok. Zek giderim, az giderim. Mesela 3 ayda, 5 ayda. Ama onlardan da tebrik gelenler var, gelirler. Əlaqələrimiz möhkəmdir, məktublaşmalarımız da var. Ama ben de arzu ederdim ki bu əlaqələr daha da güclənsin, daha da güclənsin. Bizim özbəklərdən götürücü çok şeylerimiz var. Bizim de onlara verici çok şeylerimiz var. Yani yüksek manada, intellekt manasında çok birbirimize yani təsirimiz çok vacibdir. Bəxtiyar müəllimin deməli, dram əsərlərindən birisi özümüzü kəsən qılınc adlanır. Özümüzü kəsən qılınc. Yəni Bəxtiyar müəllim arzulayır ki, Allah Türk millətini özünü kəsən qılıncdan qorusun və Türk xalqı öz qılıncı ilə bədxahlığı da yamanlığı kəssin, özünü kəsməsin. O piyesi sen daha bilmiştin. Bəli müəllim, baxmışam. Çox belə gözəl, çox belə necə Ürək ağrısına yazmışım. Dəstəklərimiz olsun. Sizin sözünüzün qüvvəti biz özbəklərdən doğrudan çox şey öyrənməliyik. Çox. Özbəklər bizə ən yaxınıdır. Türkmenler dil etibarıyla, qan etibarıyla bizə daha yaxındır. Evet. Amma ruh etibarıyla Özbəklər bizə daha çox yaxındır. Çox doğru, çox doğru. Türk dünyasından neler bekliyorsunuz? Neler olur bundan sonra? Nasıl gelişmeler olur? Onu ben diyebilmem ne olabilir ama arzum odur ki bu əlaqələr çok zayıftır. Möhkəmlənsin əlaqələr. Gedişler, gelişler, birbirimizin əsərlərini oynamaq, birbirimizin kitablarını oxumaq. Mesela Özbəkçə mən okurum, rahat başa düşür. Ama Özbəklər də bizi yaş başa düşür. Mesela Özbəklər Qazaxlar o kadar başa düşmür, ne kadar ki bizi başa düşmür. Çok Türkmenler bize daha yakındır, Oğuz'du da. Bəli. Ama dilleri onların bizden uzaktır. Çok garip. Dil birliği nasıl sağlanır? Ne yapmak lazım? Dil birliğinde bir sıkıntımız var şimdi. Çok. Ben bir makale yazmıştım ki ben şahit oldum 3 Türk söhbət edirlər Rus dilində. Dəli oldum, dəhşətə gəldim ben. 3 Türk, biri Özbək, biri Azərbaycanlı, biri Qırğız. Danışırlar Rusça. Faciədir. Kökə təbiət budur. Kökə arxa çevirmək. Amma düzəltmək olar. Vahid Türk dili yaratmaq olar. Onu işləyənlər Azərbaycanlılar var. Gözəl mənim tələbələrim var, dilçilər. Çox düşünürlər o barədə. Hələ ki yaranır o, bax, o fikrin yaranmağı öz böyük şey. Orada da var. Özbək Taşkentdə, Özbəklərdə. Filmaqda oxuyanlar Azəri Türklə yaxınlaşmaq istəyirlər. Müəllimlər də, professorlar çox. Ümumi bir rəy əməl edirlər.